qardaşıq, başına dönərəm sən. Yəni incimə. Sonra məyər biz bunu belə verib qarğı şiyəsi, söyüş şiyəsi olacaqsa bizə lazımdır. Mən belə bilirəm, mənə belə. Düz demirəm qar. Yaxşısı budur olanı deyək. Qardaşlar siz nə məsləhət görürsünüz? Düz demirəm bəli. Düzünü. Öz maşınımızla yarandı. Qəzib baxan yerlərdən tutdu. Ha, gör nə deyirəm sənə. Ümumiyyətlə maşındır da, qarda. Bu maşının qarım sənə qurban olaram. Bu maşına cəmaət bu maşını alan kəsib adamdır da. Heç mən də kasıb kişinin oğluyam. Köpük pulu yığıb balalarının boğazından ki, özünə maşın alsın, ailəsinə çörək pulu qazansın. Almayıb ki, ona belə maşın satmır ki, sabah bəli, o yazıq çıxardığında satmağa deməsinlər bunun kəsiyi var belə. Yaxşı budur. Başdan deyirəm, xoşuma gəlirsə gəl apar. Mən vasitəsiyəm. İndi bilmirəm əgər kim inciyər öz qəmişəm. İnciməz də ki, yenə də qardaşım. O da ki, qardaşımsan, gördüyümü demək ixtiyarındayam. İnciməyin, gəl bura. Bəli, aycan. Deyəsəm indi sənə, gəl bura bir dənə, gəl bura qaqaş. Bax, bu bir. Yox, bir dənə, bu bir. Qaqaş, buradan tut bir dənə, gördünüz Suvarkanı. Gördünüz qardaşımsan, bax kəsiydi. Diqqət elədin, bax kəsik. Bu bir. Bax, bu iki. Bax. Bax. Görsənir uşaqlar. Təmiz görsənir. Rəyi buraxıram sizin öhdənizə də. Sonra, gəl bura. Yox, tapdın yanında qardaş, mən maşını ümumiyyətcə özümə məsləhət biləm də, özümə alıb verəcəm dostuma, qardaşıma verəcəm. Biz izləyici yox, biz burada dost qazanırıq, qardaş qazanırıq. Bugündən sabaha etibar yoxdur da, həyat da yaşıyor. Qarğı şiyası olmuş.